Mən Məmmədov Əzam Yunusov, Bərdər və Qaradağlı kəndə məskunlaşmışam. Mənim bu çıxış etməklə məqsədim və məramım ondan ibarət ki, hörmətli qazimiz Zeynalov Ceyhun xəstəxanaya getmiş. Orada həkim onu pulsuz dərmanla təmin etmək əvəzinə təmin etməmiş, pul ödənmədiyinə görə. Və hətta onun aqressiyası yerində olmayan, travm almış bir qazimizdən polisə şikayət edilmişdir. Bərdər rayon polis şöbəsinin rəisi hörmətli Ənvər müəllim çox yüksək səviyyədə həmişə olduğu kimi bu ildə yenə qazim və şəhid ailələrini obyektiv və qarşılamış, onlara diqqət və qayğı göstərmişdir. Ənvər müəllim göründüyü kimi qazinin dərmanlı pulunu cibindən almışdır. Mən çox təəssüf edirəm ki, bəzi idarə işçiləri ki, öz işlərini görmək əvəzinə qazilərimizi incitməklə, şəhidləri incitməklə məşğuldurlar. Belə olmasaydı, niyə Ceyhun Zeynalov intihara cəhd etsin? Hörmətli Ənvər müəllim bütün bunların, o intiharın qarşısını alıb və qazimizdə diqqət və qayğı göstərir. Şikayət obyektiv araşdırılacaq. Ancaq çox təəssüflər olsun ki, Bərdə səhiyyəsində gedək yoxlamaq işi korrupsiyada aylardır yuvanır. Bu niyə belə cəldə araşdırılmır? Bu araşdırılsa yaxşı olar. Və Bərdədə cəmiyyət və şəhidlərə Qarabağ qaziləri üçün onlar hara baxır? Onlar niyə kömək edəmir? Bəlkə edib mən bilmirəm, amma etməli də borçludur. Hər birimizin borcumuz şəhidlərə və qazilərimizə kömək durmaq və hörmətlə yanaşmaqdır. Mən üzümü tuturam ölkəmizin prezidentinə, cənab İlham Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova ki, belə nazir olmaqla rayona təyin etdiyi rəis, hörmətli Ənvər müəllimin etdiyi bu hərəkət diqqətə layiq yox, hamımızı fərəh verici bir haldır. Bərdədə qız itkin düşmüşdü suda. Polislərimiz onun vəziyyətinə nətər ruh yüksəlirlər. O suya donmadan, soyuqda girib, baxıb və meyidi tapdılar. Düzdür, meyidə sevməzlər, amma meyidə sevməli yox. O meyidi tapıb gözü yolda qalan ananın gözünün yolda yığılması özü fərəh verici haldır. Odur ki, mən Bərdər rayon polis şöbəsi rəisi Ənvər Həsənova və cənab Vilayət Eyvazova hörmətli prezident minnətdarlığımı bildirirəm ki, belə rəislərə bəzi üzrəlidə məmurlar baxıb örnək götürsün, qazilərimizə diqqətli yanaşsın. Necə olur cənab prezidentimiz qazilər, şəhid ailəsinə qarşı yeriyir, onun problemini dinləyir, onunla görüşür. Buradakılar qəbul etmək istəmir. Ümidvaram ki, hər şey öz həllini tapacaq. Bərdə səhiyyəsində olan bu öz başına alır. Bu hallar aradan qaldırılacaq. Hələlik bu qədər.